Salamlayıram əziz izləyicilər sizi. Böyük gələcək kiçik addımlarla verilişinin növbəti qonağı istedadlı futbolçu Kənan Abuşov. Salamlayıram Kənan səni ilk öncə. Neçənci ildə harda dünyaya göz açmısan? 2015-ci təvəllüddən Bakıdan aldıq. Neçə yaşından futbola başlamısan? 7. İş klubun hansı olub? Azər. Daha sonra? Ruhum. Və indi Rohumdan mübarizə aparsan. Azər komandası neçə nömrə formaya çıxış edir? 5. Rohum komandasında? 9. Keçən mövsüm çox əla bir mövsüm keçirdiniz. Möhtəşəm bir mövsüm idi. Bu mövzu əsnasına qayıdacam. Bir neçə sualım var bu mövzu əsnasında, amma ilk öncə başlayaq ki, futbola necə başladın? Kim sənə məsləhət gördü və yaxud da ki, kim istədi və yaxud da özün mü istədin futbola başlamaq? Qohumlarım. Yəni təkidi ilə başladın. Daha sonra isə artıq futbola həvəsləndin və ata səni Azər komandasına futbola başladı. Mövqeyin nədir? Mövqeyim sağ-sol müdafiə verdim. Orta hücum. Winger kimi, cinahda və winger kimi hər iki hücum xəttindən mübarizə aparırsan. Maraqlı bir oyun olub mu yadda? Əla bir oyun. Ruhumda olub Azəriyələr. İlk keçmiş komandaya qarşı. Hesab xatırlayırsan mı? 3-2. Qol vurulmuşdun da həmin anda. Sevinmişdin mi maraqlı? Son saniyədə. Vurduğunla sevinmişdin. Besrovun komandasında Azərbaycan çempionatında bir rəqət etdim ki, çox möhtəşəm bir mövsüm keçirdiniz. Böyük komandalara qarşı əla mübarizələr apardınız. Mövsümün ikinci yarısında əvvəl yaxşı başlamasınız, daha sonunda isə möhtəşəm tamamladınız. Var mı möhtəşəm bir qolun? Mənim kifayət qədər xatırlayıram. Sənin üçün özəl bir qol olub mu? Möhtəşəm bir qol. Keçən il Zirəyə qarşı. Uzaqdan yadıma gəlir, möhtəşəm bir qol idi. Raul. Qapıya da zərbələ, mükəmməl toxunuş. Kənan Abuşovdan öyrəşdiyimiz o həmin o ənəvi qollardan birini vurur. Kənan Abuşov. Əla zərbə. Bir oyunda ən çox neçə qol vurmusan, xatırlayırsan? 4-5. İndi Rəşid Tağıyev sizə deyilir. Rəşid Tağıyev kifayət qədər qocaman, nəhəng bir məşqçidir. Çətindirmi məşqləri? Fiziki cəhətdən yorulsanmı? Sənin üçün, sənin öz nisbətində Azəri komandasında mı çətin idi məşq, yoxsa ki, Rohum komandasında? Ruhum. Həftənin neçə günü məşqlisi olur? 5. Təhsil indi hal-hazırda məktəblər bitib. Məktəblə bərabər məşq çətindirmi? Təhsilə mane yaradırmı və yaxud da təhsil məşqə mane yaradırmı? Çətinlik yaradırmı? Dərsdən bir dərs tez çıxırdım. Və müəllimlər də səni futbolçu olduğuna görə yaxşı mənada anlayırdılar və işlər bir. Kənan, olub mu zədən, ciddi bir zədən? Xeyr. Zədən dedin olmuyor. Olub mu bir daha qeyd etdim ki, futbolun da yəni heç vaxt yorulmamısan. Futbolla bərabər bir başqa bir məşğuliyyətin var mı, sevdiyin bir iş? Oxumaq. Kitab dərsi oxumaq. Başqa, yəni ancaq futbol dərs. Dərslərin necədir? Normal. Normal. Müəllimən kimdir? Evladı. Direktorun? Hakan. Neçə nömrə məktəbdə oxuyursan? 72. Bakı qəsəbəsində yerləşən 72 nömrə məktəb. Anladım. Hal-hazırda indi harda yaşayırsınız? Yeni. Məsafə çox uzaqda olmasa, amma hava şəraitlə bağlı problemlərin olur mu məşq edib gəlməklə bağlı? Yəni çox rahat bir şəkildə gedib gəlirsən. Soyuq havalarda isti yorğandan çıxıb yaşıl meydana gedərkən heç öz-özünə qəzəblənirsən mi? Yəni sevdiyin bir işdir. Hücum şansı. Qapıya zərbə və Kənan Abuşov topu tora göndərir. Sevdiyin bir iş, qeyd etdim, sevdiyin bir yemək var mı sənin? Yemək, makaron. Və sevdiyin maşın var mı? BMW. Və sevdiyin ölkə? Gürcistan. Olmusan mı Gürcistan? Azərbaycanda sevdiyin bir klub var mı? Qarabağ.
yəni yüksək liqada çıxış edən Qarabağ komandasında peşəkar karyera davam etdirmək istəyərsən, anladım belə. Milli olaraq hansı millini çıxış etmək istəyərsən? Gürcistan. Avropada əgər belə bir şans verilsə sənə, Barcelona. Barcelona. Sevdiyin futbolçu? Zidane. Zinəddin Zidan. Əlcəzair əsilli Fransalı futbolçu. Yaxşı. Dünya çempionatı havasında gedir. Dünya çempionatı favorit sənin üçün ölkə? Fransa. Fransa komandası. Zinəddin Zidana görədim, yoxsa hansısa bir başqa bir kumirin, sevdiyin bir futbolçu orada çıxış edir mi deyədim. İndi Zidane yerə. Zinəddin Zidan vaxtikən Materazziyə başda vurduğu 2006-cı ilin Dünya çempionatı finalında vurduğu başda vurduğu zərbə ikonik anlardan biri idi. Elə bir hal olsaydı əgər, sən də onu edərdinmi? Eyni halı yaşayan. Yəni bütün karyeralı şərəf əməlliyi verməz. Hücum şansı. Ağzına. Ayak koyan var. Zərbi ve gol. Sol ayakla Kenan Abuşov. Abuşov əla oynadı və burada. Sol ayağıyla topları göndərir Abuşov. Əla zərbə idi. Yaxşı, sənin sevdiyin yemək makarondur, sevdiyin maşın BMW və sevdiyin ölkəsi Fransadır. Gürcistan üzrə. Gürcistanda ömrünün sonuna qədər yaşamaq hüququ versən. Hesab bitməyəcək qədər makaron və sayı hesabı olmayan qədər BMW versən. Səndən futboldan 5 yıl uzaqlaşmaq istəsən. Yaxşı, bunu sevdiyin ailə üzvlərinin biri etsə, səndən xahiş etsə, onda necə? Yenə uzaqlaşmaz. Futbolçu olaraq böyük karyeranı dedim ki, Ababada, Barcelonada davam etdirmək istəyərsən. Canan, sənin üçün bu indi olur, futbolda çətin anlar, yorğun olur. Motivasiya edən var mı evdə? Bəli. Kim? Atam. Atam, basamıyor sənə motivasiya edir. Dayanmadan. Və həqiqətən də əziyyəti sonsuzdur. Mən sənə də təşəkkürümü verirəm ki, sənin kimi bir övlad yetişdir. Komanda üzvlərindən elə bir futbolçu varmış, onunla ziddiyyət təşkil edirsən. Yəni daim onunla konfliktli olsan və yaxud da ki, onunla belə deyək, müharibə aparasın. Soyuq müharibə aparasın. Olub mu? Var mı elə bir futbolçu? Komanda üzvlərindən münasibətin nə qalabdır? Bəs qapısı ilə nə dedim münasibət yapsınız? Qapısı ilə yaxşı. Sizdə ən güclü futbolçu kimdir fiziki cəhət? Kimi görürsən, yəni ən güclü futbolçu? Əli fiziki cəhət çox azdır. Olub mu əlinin zəif etdiyi, çıxış etdiyi oyunlar? Hansı oyunlar xatırlayırsan mı? Mehdi ilə. Zəif çıxış etmişdi. Bir Zəmanəddin Mehdiyev olaraq səndən soruşuram. Var mı hansısa bir oyunda bir şərhim sənin çox xoşuna gəlir? Bəli, Zirən oyun. Hansı oyunda? Bolvurdan. Kenan Abuşov. Mən onu xatırlayırsın. Həmin vaxtı mütləq şəkildə verilişin gedişatında qeyd olunacaq. Gözləyirdi. Qapıya zərbə! Ölümcül bir toxunuş. 9 və 99 deməli. Futbolçular sevinir. Uşaq futbolu üçün Azərbaycanda hansı islahatları etsək futbol inkişaf edər? Canan. Stadionlar zəifdir, həm də stadionlar artılsa yaxşı olar. Bəs başqa? Heç. Məşqçilər yaxşıdırmı sənə görə? Süni otlardan çıxmaq üçün həm də qeyd etdin, təşkilatlar lazım. Yenidən dünyaya gəlsəydin, bizim bu sualların eyniliyi əslində sənə çaşdırmasa sadəcə veriləcək cavablar fərqli ola bilər. Yenidən futbolçu olardın mı? Bəli. Veriliş haqqında bir düşüncən mənə maraqlıdır. Nə düşünürsən veriliş haqqında? Veriliş çox maraqlıdır. Qətiyyətli və cavablar verdin Kənan. Minnətdaram sənə dəyərli vaxtı bizə sərf etdiyin üçün və istəyirəm ki, bu məşəqqətli yolun, çətin yolun tezliklə
səmərəsini görəsən, etdiyin əziyyətlərlə ucalasan, uğurların bol olsun Kənan. İnanıram ki, bol da olacaq. Addımların bərk, karyeran günəş şəfəqi kimi parlaq olacaq. Minnətdaram dəyərli vaxtını mənə sərf etdiyin üçün. Təşəkkür edirəm.